بسم الله الرحمن الرحيم طيور حلقت هب النسيم ناعما لا عبث ورنباسما. بسم الله الحمد لله والصلاة والسلام على رسول الله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. İmam Muhammed İbni İsmail Sənani'nin Tədhirul İtiqad ən Ədranil İlhad. Keçən dərs kitabın birinci dərsini etdik. Müqəddimədə demişdim, deməli kitabın mövzusu İslamın əslini öyrədir, tövhidi öyrədir. Bir mükəlləfin müsəlman olması üçün birinci ona vacib olan tövhid, onun şüarı olan La ilahe illallah kəlməsi və bu iki şəhadət kəlməsinin La ilahe illallah hissəsinin iki rukunu və buna müxalif olan etiqadlar, müasir quburilik. Yəni kitabın mövzusu budur. Və bunu əsillər üzərindən öyrədirdi. Bundan öncə 3 əsil oxuduq. Ki, başda müəllif deyir ki, bu əsilləri öyrənməklə, bilməklə insan ayırt edir özü. Tövhidlə şirki, muvahhidlə müşriki bir-birindən ayırt edir bu şeyləri öyrənməklə. Bundan öncə 3 əsil zikr etmişdim. İndi 2 əsil oxuyacağım. 4-cü və 5-ci əsillər. Əl-əslur rabi, 4-cü asıl. Ennel müşrikin ellezine ba'asallahu ar-rusul ileyhim mugirrun ennallaha Teala halikuhum. Müşriklər, hansı ki Allah Subhanahu wa Teala rəsulları həmin o müşrik qövmlərə göndərib, o müşriklərin hamısı iqrar edirdilər ki, onların xaliqi Allahdır. Yəni müşrik qövmlər sonuncu Muhammed sallallahu aleyhi ve sellemin göndərildiyi Qureyş, ərəb müşrikləri, onlar da ateist deyildilər. Onlar da inanırdılar ki, Allah var və Allah xaliqdir, Allah razıqdır, Allah hər şeyi idarə edəndir, öldürəndir, dirildəndir. Yəni onlarda bu inanc var idi. Ennel müşrikin ellezine ba'asallahu ar-rusul ileyhim mugirrun ennallaha Teala halikuhum. Allah Subhanahu wa Taala'nın göndərdiyi rəsullar və onların göndərildiyi müşrik qövmlər inanırdılar ki, təsdiq edirdilər ki, Allah-u Teala xaliqdir. Və la in sa'altahum men xalaqahum la yaqulunallah. Allah Subhanahu wa Taala buyurur ki, Zuhruf surəsində: Ey Muhammed, əgər onlardan soruşsan, onlara sual versən ki, onları kim xəlq edib, mütləq deyəcəklər ki, Allah. Allah Subhanahu wa Taala da bunu nə edir? Öz kitabında təsdiq edir. Allah Subhanahu wa Taala da müşriklərin ona inanmasını, müşriklərin onun xaliq olmasını qəbul etməsini nə edir kitabında? Təsdiq edir. Və ennehu allazi xalaqas semawati vel ard. Və onlar inanırdılar ki, səmaları və yeri Allah Subhanahu wa Taala xəlq edib. Və la in sa'altahum men xalaqas semawati vel ard la yaqulunna xalaqahunna al-azizul alim. Yəni Zuhruf surəsində Allah Subhanahu wa Taala buyurur ki, ey Muhammed, əgər onlardan soruşsan ki, səmaları və yeri kim xəlq edib, la yaqulunna, mütləq deyəcəklər ki, xalaqahunna al-azizul alim. Səmaları və yeri əziz və həkim olan Allah xəlq etmişdir. Və ennehu ar-razzaq allazi yuxricul hayya minel meyyit. Və onlar inanırdılar ki, Allah razzaqdır, yəni rızq verəndir. Ölüdən diri çıxardan odur. Və yuxricul meyyitə minəl hey. Diridən ölü çıxardan. Və ennehu allazi yudabbirul əmrə minəs səmai iləl ard. Və onlar inanırdılar, təsdiq edirdilər ki, səmaların üzərindən yerə qədər bütün işləri Allah Subhanahu wa Taala idarə edir. Və ennehu allazi yamlikus səma vel absara vel əfidə. Və onlar etiqad edirdilər, inanırdılar ki, insanların görməsi, eşitməsi, qəlbləri Allah Azza və Cəllənin mülküdür.
Və Allah subhanahu wa ta'ala Yunus surəsində buyurur ki, 31-ci ayətdə: "Qul men yarzuqukum minas-semai vel-ard." Ey Muhammed, onlara de ki, səmadan və yerdən sizə rızqı kim verir? Əmmən yəmlikus-səmə vəl-əbsar. İnsanların görməsinə və eşitməsinə malik olan, sahib olan kimdir? Və mən yuxricul heyyə minəl-meyyid. Ölüdən diri çıxardan. Və yuxricul meyyitə minəl-hey. Ölüdən diri çıxardan, diridən ölü çıxardan. Və mən yudabbirul əmrə. Hər şeyi idarə edən kimdir? Fəsəyəqulunə. Deyəcəklər ki, Allah. Yəni bu cavabı kim verəcək? Müşriklər. Fəqul əfələ təttəqun. Onlara deyir ki, belə olduqda nə üçün Allahdan qorxmursunuz? Nədə qorxmalıdırlar Allahdan? Yəni nə üçün lata, mənata, üzvəyə ibadət edirsiniz? Nə üçün onlara Allaha şərik qoşursunuz? Yəni bunlara inandığınız halda nə üçün Allaha şərik qoşursunuz? Allah Azza və Cəllə onlara etdiyi etiraz budur. Qul ləminəl ardu və mən fiyhə in kuntum ta'ləmun. Onlara de ki, yerdə olanların hamısının sahibi kimdir? Və yaxud da yerdə olanlar kimə aiddir? Səyəqulunə lilləh. Deyəcəklər ki, Allahındır. Qul əfələ tədəkkərun. Belə olduqda onlara de ki, bundan öyüd nəsiyyət almırsınızmı? Yəni hər şey Allahındırsa, bu kifayət deyilmi ki, bundan nə alasınız? İbrət alasınız. Yəni başqalarına ibadət etməyəsiniz. Qul mən rabbus səməvatis səbh və rabbul arşil azim. Onlara de ki, 7 səmanın və azim olan ərşin Rəbbi kimdir? Səyəqulunə lilləh. Deyəcəklər ki, Allahındır. Qul əfələ təttəqun. De ki, belə olduqda Allahdan qorxmursunuzmu? Qul mən biyədihi mələkutu kulli şey. Onlara de, hər bir şeyin mülkü kimin əlindədir? Bütün mülk kimin əlindədir? Və huvə yucir və la yucaru aleyh. Və o himayə edəndir. Himayə olunmağa ehtiyacı olan kəs deyil. İn kuntum ta'ləmun. Bunu onlara de. Əgər bilirsinizsə söyləyin. Səyəqulunə lilləh. Deyəcəklər ki, Allahındır. Qul fəənnə tusharun. Onlara deyirən ki, bəs nə üçün belə azırsınız? Və həzə fir'avmə quluvvihi fi kufrihi. Və də'vahu əqbəhu də'və. Və nutquhu bi kəliməti şənəə. Və Allah Azza və Cəllə Firon barəsində Quran-ı Kərimdə bir də xəbər verir. İmam Sənəni deyir ki, misal üçün Firavunun özü, biz onun Quran-ı Kərimdən bildiyimiz sirasından bilirik ki, o kibirdə həddi aşmağına baxmayaraq, ən pis, ən murdar kəlmələr deməyinə baxmayaraq, nə idi onun pis kəlmələri? Qövmünə deyirdi ki, ənə rabbukumul ə'lə, mən sizin ən uca Rəbbinizdən. Bütün bu küfürlərinə baxmayaraq, Yəqulullahu fi haqqihi həkiyən ən Musa aleyhissalam. Allah Fironun haqqında Musanın dili ilə Quran-ı Kərimdə deyir. Musa aleyhissalam Firavuna deyir ki, Ləqəd alimtə mə ənzələ həuləi illə rabbus səməvati vəl-ardi bəsairə. Artıq sən bildin ki, bütün bunları nazil edən səmaların və yerin Rəbbi olan Allahdır ki, sən bunları artıq özün, bunlar sənə sübut oldu, bunları sən gözünlə gördün. Yəni, Firon belə bu rububiyyət tövhidində sonunda nə etmişdi? Təsdiq etmişdi ki, bütün bu şeylərin hamısının Rəbbi Allahdır. Və qalə iblis, həmçinin iblis deyir ki, İnni əxafullahu rabbəl aləmin. Allah Azza və Cəllə Həşr surəsində deyir ki, iblis belə demişdir. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Yəni, iblis cənnətdən qovulub, Adəm övladının qiyamətə qədər azmasına səbəb olan kəs olmasına rəğmən, iblis özü belə bu rububiyyət tövhidində müşrik deyil. Allah Azza və Cəllə onun bu sözü barəsində bir də xəbər verir ki, iblis belə demişdir ki, İnni əxafullaha rabbəl aləmin. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Demək ki, iblis Allah subhanahu və teala'nın aləmlərin Rəbbi olmasını nə edir? Təsdiq edir, qəbul edir. Və qalə, yenə iblis demişdir ki, Rabbi bimə əğveytəni.
ey Rəbbim, mənə azdırdığın üçün. Ey Rəbbim, Allah Azza və Cəllənin Rəbb kimi qəbul edir. Və qalə yenə demişdir ki, Rabbi fənzurni, ey Rəbbim, mənə möhlət ver. Allah Azza və Cəlləyə dua etdikdə, müraciət etdikdə, Allah Azza və Cəlləyə Rəbbim deyərək nə edir? Dua edir. Demək ki, iblis də Allah Subhanahu və Teala'nın rububiyyət tövhidini, Rəbliyini nə edir? Qəbul edir, bunu təsdiq edir. Lakin bu şey insanı Allah Azza və Cəllənin yanında təmizə çıxartmır. Bir insanın mümin, müsəlman olması üçün bu tövhid kifayət deyil. Bundan öncəki fəsillərdə, bundan qabaqki dərsdə zikr etdik ki, tövhid iki qismdir. Rububiyyət tövhidi, ibadət tövhidi. Rububiyyət tövhidi Allah Azza və Cəllənin feillərində, xəlq etməsində, razzaq olmasında, mudabbir olmasında birləmək deməkdir. Və bu müşrik qövmlərin demək olar ki, hamısında nə idi? Var idi, mövcud idi. Rəsullarla, nəbilərlə qövmlərin arasında olan qarşı durma ibadət tövhidinin üzərində idi. İnsanlar, müşrik qövmlər Allah Subhanahu və Teala ibadətdə şəriklər qoşurdular. Və sonra müəllif buyurur ki, və kullu müşrik muqirrun bi ennallâhe xaliquhu. Hər bir müşrik iqrar edir ki, Allah onun xaliqidir. Və xaliqus səmavati vəl ard. Və hər bir müşrik iqrar edir ki, Allah səmaların və yerin xaliqidir. Və rabbuhunna və rabbu mə fihimə. Həmçinin bütün bunların Rəbbi və bütün bunların içərisində olanların, səmaların və yerin içərisində olanların Rəbbidir. Və razikuhum. Bütün müşriklər iqrar edir ki, Allah bunların hamısından razıqıdır. Və lihəzə ihtəlcə aleyhim rusul bi qavlihim. Və buna görə də bütün rəsullar həmən o müşrik qövmlərə bundan hüccət gətirmişlər. Yəni bunu həmən o müşrik qövmlərin əleyhinə dəlil kimi gətirmişlər. Rəsullar, nəbilər, müşrik qövmləri İslama dəvət etdikdə, həmən o müşrik qövmlərin Allahın rububiyyət tövhidinə iman etməklərini, təsdiq etməklərini onların əleyhinə nə etmişlər? Hüccət olaraq gətirmişlər. Allah Subhanahu və Teala Nəhl surəsində buyurur ki, Əfəmən yaxluq kəmən lə yaxluq. Xəlq edənlə xəlq etməyən eynidirmi? Sual işarəsi. Yəni, rəsullar qövmlərinə xitab etdikdə, onları tövhidə dəvət etdikdə, ibadət tövhidini, Allahı ibadətdə birləməyə dəvət etdikdə, onlara bunu nə edirdilər? Hüccət olaraq gətirirdilər. Yaradanla yaratmayan eynidirmi? Sual verirdilər. Yaradanla, yəni Allahla, yaratmayan, yəni ibadət etdiyiniz bu bütlər, lat, mənat, eynidirmi? Sual niyə verirdilər? Yəni, yaradanla yaratmayan eyni deyilsə, niyə yaratmayan ibadət edirsiniz? Və bu da onların öz imanları idi, rububiyyətə imanları idi ki, onların əleyhinə bunu istifadə edirdilər. Və bu bir qaydadır. İslama dəvət edən hər bir kəs bir qarşısına müşriki aldıqda və yaxud da müşrik bir qövmü aldıqda, əgər o müşrik qövmdə rububiyyətə iman varsa, rububiyyət tövhidinə iman varsa, bunu onlara xatırladaraq onlara dəvət etmək. Bu bütün peyğəmbərlərin nə idi? Mənhəcidir. Dəvət əsnasında müşrik qövmə bu şəkildə xitab etmək. Və biqavlihim, yenə başqa bir ayətdə Allah Azza və Cəllə buyurur ki, İnnəl-ləzīnə təd'unə min dunillahi lən yaxluqu zubabən. Allahdan başqa dua etdikləriniz, yəni bütlər, bir milçək belə xəlq etməyiblər. Və ləv ictəməu ləhu. Bütün hamısı bir yerə bunun üçün cəm olsa da belə. Yəni Allah Subhanahu və Teala müşriklərə xitabən deyir ki, Allahdan başqasına, məndən başqasına ibadət etdiklərini bir milçək belə xəlq etməyiblər. Yəni onların ağıllarına bu şəkildə xitab edirdi ki, anlasınlar ki, yaratmayanla yaradan eyni deyil. وَالْمُشْرِكُونَ مُقِرُّونَ بِذَٰلِكَ لَا يُنْكِرُونَهُ. Müəllif buyurur ki, bütün müşriklər bunu iqrar edirdilər və bunu inkar etmirdilər. Bütün müşrik qövmlər bu tövhidi, rububiyyət tövhidini iqrar edirdilər, bunu inkar etmirdilər. Bu gün də belədir. Bizim də vaqiyyəmizdə içərisində olduğumuz müşrik qövm bu tövhid barəsində danışdırsan, əksəriyyəti içərisində mulhidlər istisna, Allaha, qeybə, cənnətə, cəhənnəmə inanmayanlar istisna, insanların əksəriyyəti buna inanırlar. Bu gün də onlara dedikdə ki, kim yaradır, deyirlər Allah. Deyirsən, kim səni öldürəcək, deyir Allah. Qədərini kim yazıb, deyirlər Allah. Buna iman edirlər. Lakin bununla bərabər nə edirlər? Buna inanmaqları ilə bərabər qəbirlərə, şeyxlərə, pirlərə ibadət edirlər, qəbirlərlə istiğafə edirlər. Allahın şəriəti ilə yox, tağutların şəriətləri ilə yaşayırlar və bunu da doğru bilirlər.
Allahın rububiyyətində imanları olduğu vəziyyətdə, ibadətdə Allah subhanahu wa ta'ala münasibətlərində, özlərinin Allaha qarşı ibadətlə olan münasibətlərində isə müşrikdirlər. Kitabın, sünnətin, bütün peyğəmbərlərin dəvətinin də əsas məqsədi bundan ibarətdir ki, bu kimi müşrikləri iki tövhidi birləşdirərək müsəlman həqiqi muvahhid olmağa nə etmək? Dəvət etmək. İslam dəvəti bax budur. Bu kitabda müəllif bu şeyi öyrədir. Bu əsilləri öyrədərək yəni, ayırt edir sənə ki, müşrik kimdir, muvahhid kimdir, rububiyyət tövhidi nədir, ibadət tövhidi nədir, bu peyğəmbərlərin həyatında necə baş verib, Allah kitabda bunu bizə necə öyrədir. Bu şeyləri öyrənməklə hər bir müsəlman nə edir? Müşriki, muvahhidi, tövhidi, şirki bir-birindən nə edir? Ayırmış olur. Əl-Aslul Xamis, 5-ci əsl. Ümumiyyətcə bu kitabda 5 əsl. Kitabın əvvəlində girişində 5 əsli qoyur. Bu 5-ci əsildir. Birinci əsl kitabla bağlı idi ki, Quran-ı Kərimdə hər bir şey haqdır. İkinci əsildə bütün rəsulların hamısı ibadət tövhidinə dəvət edib. Həmən əsli öyrətdi. Üçüncü əsildə tövhidin iki qismə bölünməsini öyrətdi. Rububiyyət tövhidi və ibadət tövhidi. Dördüncü əsildə bütün müşriklərin rububiyyətə inanmasını ayətlərlə öyrətdi. Beşinci tövhiddə isə ibadət nədir onu öyrədir. Və bu 5 əsildən sonra ardınca müxtəlif fəsillərdə bu məsələnin ətrafında olan şübhələrə cavab verir və bu 5 əslə bağlı olan məsələləri nə edir? Öyrədir. Əl-Aslul Xamis, 5-ci əsl. Kitabın 5 əslinin sonuncusu, 5-cisi. Ənəl ibadətə əqsə bəbil xudu və təzəllül. İbadət zəlil olmanın, boyun əymənin, əyilməyin ən aşağı bir adıdır, bir babıdır ibadət. Yəni ibadətin içi, əsli, cövhəri, keyfiyyəti nədir ibadət? Boyun əymək, əyilmək, zəlil olmaq, tabi olmaq. İbadət budur. وَلَمْ تُسْتَعْمَلُ إِلَّا فِي الْخُضُوءِ لِلَّهِ. Və bu ibadət yalnız Allah subhanahu wa ta'ala boyun əyməkdə istifadə edilən bir istilahdır. لِأَنَّهُ مُولِ أَعْظَمِ النِّعَمِ. Çünki o, nemətlərin hamısının verənidir, Rəbbidir, sahibidir. وَكَانَ حَقِيقًا بِأَقْسَ غَايَةِ الْخُضُوءِ كَمَا فِي الْكَشَّافِ. Və buna binaən də ibadəti qarşısında əyilməyi, zəlil olmağı, itaət etməyi, boyun əyməyi haqq edən yeganə kəsdir. Kəmə fil kəşşəf, bu açıqlamanı kəşşəfdə, kəşşəf təfsir kitabıdır. Zəməxşəri adında bir Mu'təzilə imamının kitabıdır. Bu tərifi həmən təfsirdən gətirir. Yəni təfsir kitabından götürüb, daha doğru tərif, təfsir olduğuna görə istifadə edir. Ki, yəni Kəşşəfin müəllifi belə bir öz kitabında belə bir tərif zikr edib ibadətə. Yəni ibadət budur, boyun əymək, zəll olmaq qarşısında, sınmaq, itaət etmək. İbadətin içi budur. Summa inna ra'sal ibadati və əsasuha ət-təvhidu lillah. Və sonra ibadətin əsli, ibadətin başı, ilki, birincisi və onun əsası, bütün ibadətin əsası Allah subhanahu wa ta'ala'nın tövhididir. Kitab nə öyrədir tövhidi? İbadətin elə bil ki, sərmayası, mayası, əsli, başlanğıcı budur. Tövhid varsa bu ən birinci ibadətdir. Digər ibadətlər bunun üzərinə yığılır. Ən əfsəl, ən üstün, ən birinci ibadət budur. Tövhid ibadəti. Əl-ləzi tufiduhu kəlimətuhu əlləti iləyhə dəət cəmi'ir rusul və huvə qavlu la iləhə illallah. Və bunun da şüarı, həmən bu tövhid ibadətinin də kəlməsi, hansı ki, bütün rəsullar hamısı bu kəlməyə dəvət edib, la iləhə illallah kəlməsidir. Tövhid bir ibadətdir, ən əfsəl ibadətdir. Bunun da kəlməsi budur, söz olaraq budur. La iləhə illallah. وَالْمُرَادْ اِعْتِقَادُ مَعْنَاهَا وَالْعَمَلُ بِمُقْتَدَاهَا لَا مُجَرَّدْ قَوْلِهَا بِاللِّسَانِ. Və bu da, həmən bu kəlmə, tövhidin kəlməsi olan la iləhə illallah kəlməsi, bundakı murad, yəni bu kəlmədəki murad, qəsd, Allah və Rəsulü bu kəlmə ilə insanlar nə istəyir? Mənasına etiqad etməkdir. Tövhidin
Tövhid kəlməsinin mənasına inanmaqdır, yəni qəlblə bağlanmaqdır. وَلَعَمَلَ بِمُقْتَدَاهَا tələbinə əməl etməkdir. Kəlmə nə isə istəyir insandan. Yəni o kəlməni dedinsə, səndən tələb edir. Nəyi tələb edir? Deyirsən, La ilahə illallah. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Demək ki, sən küfr etməlisən. Allahdan başqa ibadət edilənləri, məbudları, ilahları, tağutları rədd etməlisən, küfr etməlisən. Sonra Allah subhanahu wa ta'alanı ibadətə birləməlisən. Bu sözü deyirsənsə, təsdiq edirsənsə, onu əməlində göstərməlisən, onu yaşamalısan. Onu sübut eləməlisən. Bu kəlmədəki murad, mənasına, bütün sözlər kimi bu kəlməndə bir mənası var. Mənasız söz deyil, hərfdir. Hər hansı bir hərflərdən ibarət bir söz ortaya, bir kəlmə ortaya çıxırsa, onun bir mənası var. Təbii ki, bu kəlməndə bir mənası var. Allah bu kəlmənin vasitəsi ilə bizə mənasını iqrar etməyi vacib edir. 2. Tələbinə əməl etməyi. Yəni o kəlmə sənə bir məsuliyyət qoyur, onu icra etmək, yerinə yetirmək, əməl etmək. La mücərrəd qavlihə billisən. Bu mücərrəd dillə deyilən bir söz deyil. Yəni sadəcə ora söz kimi dedim kifayətdir. Bu, yəni əgər belə başa düşülürsə, necə bunu həm qədim, həm müasir murciə iddia edir ki, kəlməni dedi, bitdi. Lakin belə deyil həqiqətdə. Sadəcə söz olaraq demək, milyonlarla insan deyirində onu. Lakin yaşayışına baxırsan, dediyi sözlə, yaşayışı eyni deyil. Yaşayışında müşrik olan insan dilində isə tövhid kəlməsini deyir. Hansına etibar edilir? Sözünə yoxsa əməlinə? Əməlinə. Sadəcə söz kimi demək, nə dünya əhkamında, nə axirət əhkamında insana faydası yoxdur. Dünya əhkamında faydası yoxdur, yəni onu İslama salmır, əgər ondan əməl etmirsə. Axirətdə faydası yoxdur, yəni axirətdə onu cəhənnəmdən qurtarmayacaq. Və bu kitaba görə belədir, sünnətə görə belədir və bunda icma var. Bu ixtilafsız bir, əsli bir məsələdir. Süleyman bin Abdullah, rahiməhullah, Muhammed ibn Abdülvahabın nəvəsi. Muhammed ibn Abdülvahabın Tövhid kitabına yazdığı Təysir adlı şərhində deyir ki, bu mövzu ilə bağlı, yəni bunu boş kəlmə kimi demək. Buyurur ki, İnnə nıtqa bihə min qeyri ma'rifətin mənəhə və la amələ bimuqtadəhə min iltizam-ı təvhid və tərk-i şirk və küfr bit-tağut qeyru nafi'un bil-icmə. La ilahe illallah kəlməsinin mənasını bilmədən nıtq etmək, demək. Və onun tələbinə əməl etmədən. Tələbi nədir? La ilahe illallah səndən nəyi tələb edir? Tağutlara küfr etmək, şirki tərk etmək, şirkin əhlindən bəraət etmək. Deyir ki, İnnə nıtqa bihə min qeyri ma'rifətin mənəhə. Bunu nitq etmək, la ilahe illallahı nitq etmək, mənasını bilmədən və tələbinə əməl etmədən. Min iltizam-ı təvhid, təvhidə iltizam etmədən. Şirki tərk etmədən və küfr bit-tağut, tağuta da küfr etmədən qeyru nafi faydasızdır. İcma'an, icma ilə bu faydasızdır. Demək ki, bu kəlmədə, tövhiddə məqsəd söz kimi demək deyil. Deyib, anlayıb və əməl etməkdir. Və bunun üçün deyir ki, vel murad i'tiqadu mənəhə. Bu kəlmədəki murad mənasına etiqad etməkdir. Vəl əməli bimuqtadəhə. Tələbinə əməl etməkdir. La mücərrəd qavlihə billisən. Mücərrəd sözlə demək deyil. Allah və Rəsulü, şəriət, din, İslam bizdən bunu sadəcə söz kimi deməyi nə etmir? Tələb etmir. Deyib, anlayıb və əməl etməyi tələb edir. Və mənəhə ifradullahi bil-ibadə vəl-ilahiyyə. Mənasına gəldikdə isə bunun mənası, la ilahe illallahın mənası Allah subhanahu wa ta'alanı ibadətlə, iluhiyyətlə birləməkdir. İbadəti, itaəti Allaha yönətməkdir. Kitab və sünnətdə bildiyimiz nə ibadət növü varsa, hamısı Allaha yönləndirilməlidir. Allaha səcdə edirsən, Allaha rüşu edirsən, Allaha nəzir edirsən, həcci, cihadı, zəkatı Allah üçün edirsən. İnsanın qəlbində olan, insanın ümidi, təvəkkülü, ixlası, sıdqı, məhəbbəti Allah üçün olur. Allaha yönlənir bu şeylər. İnsan itaətdə Allah Azza və Cəlləni birləyir, yəni şəriətdə Allaha birləyir, Allah Azza və Cəllənin qanunları ilə yaşayır. Allahın halallarına, haramlarına riayət edir. İnsanların, tağutların yazdığı qanunları yox. Bax, bu ibadətlər bunlardır. İnsanın
qəlbinə aid, əməlinə aid, dilinə aid. Yəni bunları Allaha nə edir? Allaha yönləndirir. La ilahe illallahın mənası budur. Buyurur ki, müəllif rahimehullah və mənah la ilahe illallahın mənası ifradullahi bil ibadəti. Allahı ibadətlə birləməkdir. Və nəfy vəl bəraatu min kulli mə'budun dunehu. Və Allahdan başqa bütün məbudlara bəraət etmək və onlara edilən ibadətə küfr etmək, inkar etmək. Bu illa la ilahə hissəsidir. Nəfi, inkar, illallah, isbat, ibadətdə birləmək. Mənası budur. Və qad aliməl kuffar hədəl mənə. Kafirlər bu mənanı anlayırdılar. Məkkə müşrikləri. Peyğəmbər sallallahu aleyhi ve sellemin göndərildiyi Qureyş, Lata, Mənasa, Uzzaya ibadət edən, Allahla öz aralarında o ilahları vəsilə edənlər bu mənanı anlayırdılar. Bu kəlməni dedikdə anlayırdılar bunu. Birinci səbəb ona görə anlayırdılar ki, ərəb idilər və ərəb dilini mükəmməl şəkildə bilirdilər. Onun üçün bunun mənasını anlayırdılar. Deyir ki, وَقَدْ عَلِمَ الْكُفَّرْ هَذَا الْمَعْنَى. Müəllif deyir ki, kafirlər bunu anlayırdılar. Bizim bu zikr etdiyimiz bu mənanı la ilahe illallahla bağlı anlayırdılar. لِأَنَّهُمْ أَهْلُ اللِّسَانِ الْعَرَبِ. Çünki onlar ərəb dilinin əhli idilər. فَقَالُوا. Hardan bilir ki, anlayırdılar? Onlar deyirdilər ki, Əcəələ əlihətə iləhən vahidən innə hədə ləşeyun ucəb. Sad surəsi 5-ci ayət. Allah subhanahu wa ta'ala onların bunu anlamasını ayətlə bizə nə edir? Öyrədir. Peyğəmbər sallallahu aleyhi ve sellem onları la ilahe illallah'a dəvət etdikdə nə deyirdilər cavabında? Əcəələ əlihətə iləhən vahidən. Əcəələ, yəni o, Muhammed, bütün bu ilahları bir mi ilah edir? Yəni hamısını bir kənara qoyursan, inkar edirsən, birinə ibadət edirsən. Yəni sən bizdən bunu mu istəyirsən? Düz başa düşüblər, düz başa düşüblər. Peyğəmbər onlardan bunu istəyirdi. Bu ayətin nuzul səbəbində gəlir ki, Əbu Talib ölüm yatağında xəstə idi, yatırdı. Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, yenə onu dəvət etdi. Əbu Talib Peyğəmbər sallallahu aleyhi ve sellemə deyir ki, bunlar sənin haqqında dedikləri düzdürmü? Nə deyirlər sənin haqqında? Əbu Cəhil də oradaydı. Deyir ki, ilahlarınız batildir. Və Əbu Cəhil deyir ki, bu bütün ilahları bir ilah edir. Allah azə və cəllə bu ayəti nazil edir. Yəni Əbu Cəhil özü belə düz başa düşüb. Məkkə müşrikləri düz başa düşüblər. Əcəələ əlihətə iləhən vahidən. Bütün ilahlarımı bir ilah mı etdi? Yəni Muhammed. İnnə hədə ləşeyun ucəb. Bu çox təəccüblü bir şeydir, yəni maraqlı bir şeydir. Onlar anlayırlar. Lakin bugünkü müşriklər la ilahe illallah kəlməsini deyirlər. Hətta namaz da qırırlar, oruç da tuturlar, həccə də gedirlər. Lakin mənasını anlamırlar. Məkkə müşrikləri mənasını anladıqlarına görə demirdilər. Məkkə müşrikləri mənasını anladıqlarına görə demirdilər. Çünki bilirdilər ki, desələr, o deməkləri ilə özlərini mükəlləf edəcəklər ki, gərək həmən o bütün ilahları tərk edələr. Tək Muhammed sallallahu aleyhi ve sellemin onları dəvət etdiyi Allaha ibadət edələr. Onun üçün bu kəlməni demirdilər. Və Quran-ı Kərimdə bunun başqa sübutları da var. Başqa ayətdə Allah subhanahu wa ta'ala deyir ki, Məkkə müşrikləri Peyğəmbər sallallahu aleyhi ve sellem barəsində dedilər ki, Əcitənə linə'budallaha vahdə və nəzərə mə kənə ya'budu əbəənə. Ey Muhammed, sən gəlmirsən ki, biz tək Allaha ibadət edək. Atalarımızın ibadət etdiklərini tərk edək. Bunu da düz başa düşüblər ki, kəlmə onlardan tələb edir ki, şirki tərk etsinlər. Bu göstərir ki, Məkkə müşrikləri bir ərəb dilinin əhli olmaqları səbəbilə, ikinci, Peyğəmbər sallallahu aleyhi ve sellemin dəvətindən Allah azə və cəllərin bu ayətlərdə xəbər verdiyi üzrə onlar anlayırdılar ki, la ilahe illallah kəlməsinin mənası bütün tağutları, bütün məbudları, ilahları tərk edib Allahı ibadətə birləmək deməkdir. Doğrudan da la ilahe illallahın mənası budur və la ilahe illallah insandan bunu tələb edir. O dövr ki, 14 əsr bundan qabaqki müşriklərlə bugünkü müşriklərin fərqlərindən birisi bu. Onlar anlayırdılar. Anladıqlarına görə demirdilər. Qəbul etmirdilər. Bugünkü müşriklər deyirlər. Ancaq anlamırlar. Anlamadıqlarına görə, əməl etmədiklərinə görə nədirlər? Müşrikdirlər. Demək ki, bu kəlməni demək nədir? Mənasını bilərək demək və əməl etmək. İkisi bir yerə cəm olduqda insanı müsəlman edir. Mənasını bilib Məkkə müşrikləri, lakin əməl etməyiblər, müsəlman olmayıblar.
Bugünkülər mənasını bilmir. Onlardan nə tələb edir? Bilmirlər, deyirlər, ardınca namaz da qılırlar, oruç da tuturlar. Quran-ı Kərimi də oxuyurlar, həccə də gedirlər, ümrəyə də gedirlər, lakin mənasını düz anlamadıqlarına görə nədirlər? Müşrikdirlər, müsəlman deyirlər. İki şey bir yerə cəm olmalıdır. İnsan həm onun mənasını anlamalıdır və ondan etdiyi ki, tələb ki, yoxdur. Şirki tərk etmək, məbudlara küfr etmək, bunun ikisi bir yerdə olduqda insan bununla müsəlman olur. Subhanək Allahümə bihamdik, əşhədu ən la iləhə illə ənt əstəğfiruka və etûbü ileyk.